Bildiyiniz kimi məzhəblərin tamamı iddia edirlər ki, orucu bilərək pozan adam 60 gün oruc cəzası, yəni kəffarə tutmalıdır. Bu kəffarə məsələsi də Quranda yoxdur. Məzhəblərin sonradan ortaya atdığı bir iddiadır. Müasir olmayan peyğəmbərin zamanında olan bu məsələdə belə məzhəblər ixtilaf ediblər. Bir məzhəbə görə oruclu insan yemək yesə və orucunu pozsa, bunun cəzası olaraq həm bir gün oruc tutmalıdır, həm də 60 gün əlavə oruc tutmalıdır. Sağlamsan, müsafir değilsen və s. və ilahi. Bir gün orucunu ye, 60 gün o bir günün cərməsini ödəməlisən. Bir gündə qəzası, elədi 61 gün. Həmin o 61 günündə 31 gününü fasiləsiz, ardıcıl tutmalısan. 2 günə elədi bu 120 gün, 3 günə elədi bu 180 gün. Bunun altından çıxmaq olar qardaş? Digər məzhəb isə iddia edir ki, yeməklə deyil, yalnız cinsi əlaqədə olmaqla orucu pozarsa, əlavə 60 gün cəza orucu tutmalıdır. Oruc ikən cinsi əlaqəyə girən adam kəffarə olaraq 2 ay dalbadal oruc tutmalıdır. Çətin bunu edə bilsin. Çox çətindir bu. Eyni məzhəbdə olan alimlər fərqli fikirlər də deyiblər. Misal üçün sünnili təriqətinin 4 qolundan 3-ü olan Şafilər, Həmbəlilər, Malikilər qeyd edirlər ki, Ramazanda bilə-bilə öz orucunu cinsi əlaqə ilə pozan şəxs 60 gün cəza orucu, yəni kəffarə orucu tutmalıdır. Amma sünnili təriqətinin Hənəfilik qolu qeyd edir ki, həm cinsi əlaqə ilə orucu pozarsa, həm də yeyib içməklə belə pozarsa, 60 gün kəffarə orucu tutmalıdır. İmam Azam Əbu Hənifə Həzrətləri yemək yeməklə qəsdən oturub Ramazan günündə oruç tutub bu insan və Ramazana hörmətsizlik göstərir. O gün oturub qəsdən yemək yeyir, içir. Bu da qiyas olunmuşdur intim əlaqəsinə. Bu insan da 60 gün oruç tutmalıdır.